Qarşıdakı 8 il 2026-2034-cü illər astroloji baxımdan güclü dövr hesab olunur. Böyük döngələr, Saturn-Uran dəyişiklikləri, Plutonun yeni fazası və kollektiv enerjinin tam yenilənməsi. Bu illər demək olar ki, hər kəsin taleyinə yeni bir səhifə açacaq. Aşağıda bütün bürclər üçün yığcam, aydın və real proqnoz var. Qoç, yeni 8 il sənin üçün özünü yenidən yaratmaq dövrüdür. Karyera istiqamətin dəyişsə, tam fərqli bir yola keçə bilərsən. Maddi baxımdan sabitlik yavaş-yavaş, amma güclü şəkildə gələcək. Münasibətlərdə ciddi qərarlar qaçılmazdır. Buğa, Plutonun dəstəyi ilə həyatın köklü şəkildə dəyişir. Köhnə qorxular bitir. Tam başqa bir güc əldə edirsən. Bu 8 ildə həm maddi zəfər, həm də şəxsi həyatda dərin dönüşlər yaşaya bilərsən. Güc sənin tərəfindədir. Əkizlər, qarşıdakı 8 il sənin üçün taleyin təmizlənməsi və yenilənməsi mərhələsidir. Ətraf, iş, münasibətlər, lazım olmayan hər şey düşəcək. Yerini daha güclü variantlar tutacaq. Yaradıcılıq, bilik və tanınma artır. Xərçəng, bu dövrdə ailə və karyera balansı tam dəyişir. Yeni ev, köç, böyük layihə və ya uzun müddətli məqsədlərin reallaşması mümkündür. İntuisiyanın gücü artacaq, uğur səni izləyəcək. Şir, qarşıdakı illər sənə böyük yüksəliş və tanınma gətirəcək. Liderlik enerjin artır. İnsanlar sənin sözünə daha çox dəyər verəcək. Xüsusən 2027-2031 arası şans qapıları açıqdır. Uğurlu dövr başlayır. Qız, bu dövrdə planların gerçəkləşir. İllərlə qurduğun zəhmət qarşılığını verir. Karyera yüksəlişi, sağlamlaşma və daha rahat həyat yeni 8 ilin əsas mövzusudur. Özünü daha güclü hiss edəcəksən. Tərəzi, şəxsi həyat və münasibətlər 8 ilin əsas dərsi olacaq. Kimin yanında qalması, kimin getməsi aydınlaşır. İşdə və maddiyyatda da sabitlik gələcək. Qərar vermək gücün artır. Əqrəb, sənin üçün ən böyük transformasiya illəridir. Hər şeyi sıfırdan qurma imkanı gəlir. Maddiyyat, güc, nüfuz